Kənddə hamı işlətməyə T150 istəyirdi. Amma palçıq ki başladı, hamı qaçıb K700-ə minirdi. Bir traktor vardı ki, yanacağı su kimi içirdi, amma torpaq ona yox deyə bilmirdi. Sovetin vaxtında traktorçular arasında qəribə bir söhbət gəzirdi. Hamı deyirdi ki, T150 rahatdır, sürməsi yüngüldür, az yanacaq yeyir. K700 barədə isə deyirdilər ki, ay qardaş, o nə traktor deyə kabinə səsdən qulaq batırırdı. Sükanı çevirməyi isə elə bir camış dartırsan. Amma ən maraqlısı bilsən nə idi qardaşım? Ən ağır iş çıxan kimi hamı yenə gedib K700-ü çağırırdı. Kəndlilər deyirdi ki, T150 şəhər uşağı kimidir. Rahatlıq istəyir. K700 isə kəndin dəliqanlısıdır. Palçıq görən kimi üstünə qaçır. Doğrudan da elədi. Yazda yağış yağanda torpaq bataqlığa dönəndə T150 biraz işləyib başlayırdı zırıllamağa. Təkərlər öz-özünün yerində fırlanırdı. Motorda qızırdı, sürücü də qızırdı. Amma K700 desən, qardaşım o başqa aləm idi. Elə girirdi ki palçığın içinə, sanki torpağa acığı tutub. 300 800 ilə qabağına çıxan yox idi. Adam baxanda deyirdi bu traktor deyil, tankdır valla. Traktorçular da deyirdi ki K700 xarab olsa qorxma. 2 qaynat bir çəkiş vur yenə işləyəcək. Elə əsas fərq də burada idi. T150 xarab olanda hamı əlini başına qoydu ki, indi gəl buna bir təzə detal tapardansa. Amma K700-ün üstünə 2 dənə usta çıxırdı. Biri çəkiçlə vururdu, o bir də dururdu, siqaret çəkə-çəkə məsləhət verirdi. Axşamacan yenə K700 birtəhər işə düşürdü. Ona görə də kənddə bir söz vardı. Hamı rahat traktoru sevir, amma çətin gündə hamı K700 axtarır. Bəs sənin fikrincə indiki texnikalar o köhnə Sovet dəmir canavarları qədər dözümlüdür, yoxsa əvvəlkilər tamam başqa səviyyədə idi? Şərhlərdə yazmağı unutmayın. Və sonda o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.